SUV, parıltısız mat Bakı yollarında adi mənzərə. Çənə dəyir yerə qalırsan məhtəlmat. Kim sürür bilmirsən tünd pəncərə. Göz düşən ksenonenli disklər, vinilli rəngbərəng muscle carlar. Havaya atılan pullar, ya ağıllı risklər, Impala, Charger, Mustanglar. Avtobazlar oyanır gecələr, yollara bəzə qoymaq üçün. Ən çətin fintlərdə bəs etmir, boz asfaltda maşın bazlarına doymaq üçün. Bu şəhərdə artıq maşın təəccübləndirmir, Bakı bənziyir bahalı pistə. Rolls, Lambo, Ferrari gözəl olsa da tay deyirlər Samir düzəltdiyi pistə. Küçələr onu tanıyır, onun izləri unutulmaz. Boz asfalt əfsanəsi, hər gecə yollardadır avtobaz. Küçələr onu tanıyır, onun izləri unutulmaz. Boz asfalt əfsanəsi, avtobaz, onun adı avtobaz. Asfalt əfsanəsi, avtobaz, onun adı avtobaz. Salam dostlar, Avtobazın növbəti test rayındasınız və bugün biz Qubadayıq. Çiskinli və dumanlı bir hava var və bizi elə-belə bura dəvət eləməyiblər. Biz Avtobaz test drive tarixində ilk dəfə Porsche avtomobillərini test edəcəyik və ilk qonağımız Porsche Macan'dır. Kompakt crossover Porsche şirkəti təzəliklə bazara təqdim edib. Çünki Porsche'da bundan əvvəl Cayenne'lər var idi. Cayenne, Cayenne S, Cayenne GTS, Turbo və s. və s. Və axır ki, onlar kiçik Macan'lar da kompakt crossoverlərdə istehsal etməyə başladılar və bu bizdə olan testdə olan avtomobil Macan S-dir. Bakıdan düz Qubaya qədər biz Porsche Cayenne'də gəlmişik. Onun haqqında da kiçik test rayımızda olacaq. Amma bu avtomobilin haqqında ətraflı məlumat verməkdən öncə ilk olaraq bunun texniki parametrlərinə toxunmaq lazımdır. İlk olaraq onu deyək ki, artıq Porsche avtomobilləri atmosfer mühərriklərindən imtina ediblər. Onlar turbo mühərriklərə üstünlük verirlər və artıq turbo mühərriklər həm Macan'da, həm Cayenne'də, həm Panamera'da və digər Porsche avtomobillərində də quraşdırılıb. Bu avtomobildə isə, yəni bu Macan S-də 3000 kub santimetrlik mühərrik var və biz mühərriklə tanış olaq. Tamamilə, yəni Porsche ənənələrinə uyğun olaraq tamamilə bağlı bir mühərrikdir. Çünki avtomobillə nəsə oldusa, siz özünüz kurslar üsulu əlimə elədim, kəmərini düzəltdim, filan şey elədim, onların heç biri edə bilməzsiniz. Bu, rəsmi servisdə yalnız ixtisaslı ustalar tərəfindən düzəldilməlidir. Yəni, Əhməd dayıya maşını göstərmirsiniz. Avtomobil mühərriki 3000 kub santimetr və V6 tipli mühərrikdir və məhz Macan üçün S mühərrikidir. Macan, adi Macanların mühərrik həcmi və at gücü daha az olur. Burada at gücü harasa 240-250 at gücüdür. İşarəyə fikir verdikdə mobil bir mühərrik yağı tökülür zavodun özündə. Daha sonra isə mobil 1 və ya liquid moly və s. və s. Yəni premium yağlardan istifadə olunur. Bu isə 911 Turbo S-dir, onu da test eləyəcəyik, sözüm onda yox. Bu akvariuma baxdıqda isə artıq Volkswagen ənənəsini görə bilərik. Bilirsiniz ki, Porsche avtomobilləri məhz Volkswagen qrupa aiddir və bu avtomobildə yenə də o Orxan akvariumdan var. Necə ki, Seat'da var, necə ki, Volkswagen'in özündə var, Porsche'nin özündə də var. Səs izolyasiyası haqqında mən sizə ətraflı məlumat verəcəm, çünki içəridə səslər necə eşidilir. Məsələn, mən 2011-ci ilin Porsche Cayenne ilə bura gəldim, Qubaya gəldim. Maşın kifayət qədər sərt idi. Yəni
Ola bilər ki, askıdan asılı olaraq sifariş edə bilərsiniz ki, məsələn, daha yumşaq, daha idman askısı. İzolyasiya yuxarı, yüksək səviyyədə hazırlanıb, yəni elə belə yola verməyiblər, amma burada niyəsə görə yoxdur, yəni tam örtülməyib. Çox güman ki, mühərrikin səsini ötürmək və onun gücünü hiss eləmək üçündür. Bu belə, bu üstünə bunun mühərriki. Keçək onun bagaj hissəsinə. Bagaj hissəsində isə çox təəccüblü olsa da onu deyək ki, bagaj hissəsində hər hansı bir əl vurub bagaj açmaq üçün şey yoxdur. Yəni siz bunu yalnız düymələr vasitəsilə edə bilirsiniz. Düyməni basdıq. Beləliklə bu da onun yük yeri. İlk olaraq onu qeyd edim ki, diqqətli çəkən bir şey oldu ki, yük yerində 12 voltluq oyuq var, elektrik oyuğu var. Bu mühərrik yağlarıdır. Bundan bizim işimiz yoxdur. Bu kimisə çantasıdır. Bundan da bizim işimiz yoxdur. Makanın kitabçasıdır və yeri gəlmişkən bu kitabçanın puluna satmırlar. Və biz bura baxdıqda onun texniki xarakteristikaları ilə də tanış ola bilərik. Deməli, avtomobil bütün texnika və elektronikalardan təchiz olunub və avtomobilə əyləşdikdə və onu idarə etdikdə hamısı ilə bir tanış olacaq. Amma çox təəssüf ki, Bakıya Macan dizel gəlmir. Macan yalnız benzin mühərrikləri də gəlir, amma dizelləri də var və yeri gəlmişkən böyük uğurla Rusiya bazarında da satılır və 18 düym disklərdən ibarətdir. Sonra nə var burada Macanda? Bagaj yeri balacadır. Mən sizə bir şey deyim ki, bagaj yeri balacadır. Yəni bir ailənin 1, 2, 3, 4 dənə çamadanın yerləşər. Yəni harasa bir 300 litrlik yerdir. Burada isə boş bir ərazi, damkratı var, qayka. Sonra nədir orada? Vəssalam. Ehtiyat təkər yoxdur. Ehtiyat təkəri yoxdur. Burada tip çantası almanlara uyğun olaraq. Vəssalam. Orhan yerləşməzsən. Hə? Bağlamaq üçün sadəcə bu düyməni basırsınız və avtomatik bağlanır. Porsche Macan'ın arxasında nə var? Neçə nəfər bura yerləşə bilər və rahat surətdə gedə bilər? Vizual olaraq nə görürük Orxan? Vizual olaraq onu görürük ki, burada 2 nəfər otura bilər. Üçüncü adam otursa ortada əziyyət çəkəcək. İlk olaraq onu deyək ki, sənaye üsullu jalyuzları var. Taxılır, qəşəng. Amma avtomat deyil, əlinəli. Plastik yaxşı hazırlanıb, bu biraz sərtdir. Yəni sinif olaraq da aşağıda olduğuna görə yəqin ki, belə eləyiblər. Oturacaq rahatdır, amma bax bu, bir dənə gəl bura. Burada başlıq biraz elə bərkdir ki, elə bil plastikdir. Yəni buna oxşayır, amma üstündə dəri var. Burada xüsusi işıq var. Deməli, sərnişin üçün, buradakı sərnişin üçün. Mən elə bildim displeydir. Sən demək, bura boşluqdur. Deməli, 12 voltluq elektrik təminatı. Sonra nə var burada? Qoltuq altı. Dəri yüksək səviyyədə hazırlanıb. Yeri gəlmiş ki, Alcantara dərisi deyil. Amma siz Porsche Bakı mərkəzinə yaxınlaşın. Məsələn, hansı salonda, hansı nə bilim, modifikasiyada dəri istəyirsiniz, belə olsun, elə olsun, onu eləyə bilərsiniz. Bax, burada yaxşı askı var. Burada da 2 askı. Əlvi rahatlıqdan qoya bilərsən. Yəni bu tərəfdən genişdir. Amma bu kiçik lükün olması məncə insana maneçilik törədəcək. Çünki fikir ver. Yəni 4-cü adam, 3-cü adam burada oturacaq. O da görə belə otursun. Yəni mən ölçüdə bir adam burada artıq rahat otura bilməz və narahatlıq yarada bilər. Ənənəmizə sadiq olaraq biz Orxanı ölçü vahidi kimi istifadə edirik. Bir oxutur görək Orxan. Necədir? Başım dəyir. Başın dəyir. Yəni 1.90 boyun var, düzdür? Sən elə oturmalısan. Və elə də həmişə otura bilməsən, belin ağrıyır, düzdür? Dəri yaxşıdır, hər şey yaxşıdır, amma bir dənə 1.90 boyunda adam kim varsa otursa biraz çətinlik çəkəcək. Keçirik avtomobilin burasına. Bu klassik Porsche dizaynıdır. Elə bir ki, kiçik Cayenne'də oturmuşsunuz, amma bir qədər dardır. Sükan yüksək
səviyyədə hazırlanıb. Yəni buna heç bir minus deyə bilmərik. Sükan idarəetməsinin arxasında sürət ötürücüləri var, spidometr, elektron hissə ilə tanış olacağıq və alətlər paneli. Bütün bunların hamısı yüksək səviyyədə hazırlanıb və burada hətta bura qədər də düymələr qoyublar, elə bil ki, təyyarədəsiz. İlk olaraq ondan başlayaq ki, Porsche-nin digər avtomobillərdən fərqi odur ki, onun işə salma yeri məhz sol tərəfdə yerləşir. Bu idman yarışlarından qalan adətdir. Porsche Le Mans 24 saat yarışlarında iştirak edir və o vaxt birinci idman avtomobillərində işə salmaq sol tərəfdə edir. Yəni birinci işə salırdılar, sonra avtomobilə otururdular. Avtomobilə oturub sağdan işə salmaq vaxt itkisi olduğuna görə bunu belə edirdilər. Amma bu avtomobildə isə 3 mühərrik dərhal sistem olur. Sükanın avtomatik kontrol olunması var. Deməli, birinci vəziyyət belədir. İkinci vəziyyət yuxarı qalxmaqdır. Bir də belə edirsən, aşağı düşür. Bu yaxşıdır. Deməli, sükan normaldadır. 2 yaddaş paketi var. Həm ön oturacağın hər ikisində 2 yaddaş paketi var. Yaddaşı vermək üçün ki, necə də arxaya gedir, qabağa, dala və yuxarı. Buradan da hətta hava şişməsi etmək olar bu hissədən. Avtomat sürətlər qutusudur, klassik sürətlər qutusudur. Porsche-nin sürətləri bir əvvəl, məsələn, indi Cayenne çəkəndə deyəcəm, birinci, ikinci versiya Cayenne'lərdə mühərrik və sürətlər qutusunda problemlər var idi, amma indiki Cayenne-də bu yoxdur. Deməli, spidometr zövqlə hazırlanıb, avtomobil haqqında bütün texniki məlumatlar var. İşığı dəyişdikdə belə siz onu dərhal görə bilərsiniz monitorda. Avtomatda qoyun ki, hava dəyişəndə də işığın yanması da dəyişsin. Daha sonra nə var? Deməli, havanın temperaturu, klimat kontrolu var. Hər iki tərəfə, deməli, həm sərnişinə, həm sürücüyə də klimat kontrol tam idarə olunandır. Sürücü tərəfdən, həm sərnişin tərəfdən. Elə bil ki, təyyarədəsən, bax fikir ver, temperaturu artırmaq üçün. Həm də vuran havanı artırmaq üçün. Daha sonra şüşə qızdırıcıları, pəncərə qızdırıcıları, güzgü qızdırıcıları, oturacaq qızdırıcıları var. Premium klasa uyğun olaraq. Deməli, soyuducu da var. Oturacaq soyuducu da var. O da var. Deməli, avtomobili 3 rejimdə, 4-5 rejimdə idarə edə bilərsiniz. Sport rejimində, deməli, yolsuzluq rejimində və avtomat rejimində. 3 rejimdə idarə edirsiniz. Bu nə üçündür? Bu askıdır. Pneumatik askıdır. Şassinin seçilməsidir. Bax, gəl bura. Deməli, avtomobilin idarə olmasında şassi seçimi də rol oynayır. Comfort, deməli, sport, daha sonra off-road. Görürsən, 4-4-ü də çəkir. Yəni, adi rejimdə bu avtomobildə arxa çəkir, qabaq işləmir. Digər rejimdə isə artıq 4 lazım olanda keçirdə, 4x4-də keçirdə bilirsiniz və onu avtomatik rejimə də sala bilərsiniz. Parking buradadır. Buradan, deməli, qoltuq altı çox balacadır, amma 12 voltluq və USB də var. Mən telefonumu burada artıq şeyə qoya bilirəm, enerji təminatı qoya bilirəm. Bu sular mənim deyil. Bu üslub Vertu üslubu da deyə bilərik. Vertu telefonlarının da üslubu belədir. Sonra burada nə var? Oturacaq qızdırıcıları, qabaq oturacaqlar da qızır və qabaq oturacaqlar deməli soyuyur. Sürətlər qutusu budur. Bu elektron parking sistemidir, yəni əl torumuzudur. Deməli, telefonu kontrol olunması var, yəni əlsiz qoşulma, hands-free sistemi var. Deməli, naviqasiyaya bastıq, naviqasiya yoxdur, amma qoşdura bilərsiniz. Xəritənin üzərində basdıqda onu görmürük. Yəni, xəritələr öncədən qoyulmalıdır. Klassika Porsche-nin öz idman üslubu və öz ruhu hakimdir. Daha sonra burada nə var? Burada isə kiçik, işıqlı əlcək qabı və ya avtomücrü. Deməli dostlar, biz bu test drive-dan başlayaraq avtomobillərin içərisində və xaricində səs nə qədərdir onu ölçməyə başlayırıq. Kiçik bir şumometrimiz var, volumetrimiz var, desibellə ölçürük. Deməli, makan sadəcə sakit mühərrik işlədikdə içəridə nə qədər desibel səs var, onu yoxlamaq üçün. Bir dəqiqə yoxlayıram. İçəridə 55 desibel səs var. Bu
nəqliyyat vasitələrinin xaricində və daxilində olan səs standartı ki var, Sovet İttifaqı tərəfindən qəbul olunub 91-ci ildə, ona uyğundur. İndi Orxan maşına qaz verəcək. Biz onu ölçəcəyik. Görək bayırda nə qədər desibel səs var. Hə, qaz ver. Bir də. Hə, ver. 85 desibel standarta uyğundur. Yəni səs-küy qaydaların pozulması, səs vibrasiyası qaydalarında 81-dən 85 desibelədir. Sovet standartında konkret desək 81 desibeldən yuxarı səs olmaz. O olarsa 200 manat cərimədir. Amma bunda 85-dir. Avtomobilin nəzərə alsaq ki, müasirliyini və Sovet İttifaqında qəbul olunmuş duistin köhnəni nəzərə alsaq, əslində 85 dünyada və Avropada normal qəbul olunmuş desibel sayılır. Biz avtomobili işə saldıq və yer gəlmişkən burada park assist sistemi var. Yəni parkda kömək edəcək. Səs sistemi idealdır və biz onu atırıq D-yə. Əlavə olaraq informasiya bizə daxil olur ki, biz D-deyik. Motorumuzu buraxdıq və birinci dəfədir. Mən belə bir avtomobil sürürəm. İlk təəssürat. Əyləcə öyrəşməmişəm, deyim ki, əyləc mənim üçün çox möhkəmdir, çox bərkdir. Çünki öyrəşməmişəm ona görə. Sonra deməliyim, yüzü 4,5 saniyə yığır bu avtomobil və bu avtomobilin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, mən sənə deyim, Orxan, bu Porsche sevən, amma Cayenne pulu çatmayanlar üçündür. Çünki bu avtomobili əgər idarə edirsənsə, mütləq biraz pulun çox olmalıdır. Qiyməti də az deyil. Porsche satış məntəqələrindən onun qiymətini də öyrənə bilərsin. Dönmə ilə bağlı onu deyə bilərəm ki, yəni dönmə bucağı, görmə bucağı, güzgülər, arxa şüşə tam görünəndir sürücüyə. Biz indi dumanlı hava şəraitində bu avtomobili sürürük və bizim üçün daha maraqlı olar ki, bunu biraz yolda sürək. Elə yola da çıxırıq. Salonda səs yoxdur. Sən səs eşidirsən, hə? Salonda səs deyilən şey yoxdur, yəni salonda səs yoxdur. Və rahat surətdə avtomobili idarə edə bilirsən. İndi bir dənə süni maneə var. Onun üstündən keçirik. Hərəkət sürətimiz saatda 50. Tak elədi. Amma biz onu çox hiss eləmədik. Əgər biz daha yumuşaq, komfort üslubu seçsək, bu zaman onu bəlkə də hiss edə bilərik. Bax, gördün? Tak elədi. Bir dənə də keçək. Bunu rahat keçdik. Məsələ nədir? Məsələ odur ki, Porsche avtomobil həvəskarları bu avtomobili məsələn premium klass olduğuna görə alırlar və dünyada aparılan sorğu nəticəsində məlum olub ki, bu avtomobillər sınmayan avtomobillərdir. İkinci yerdə Toyota gedir, birinci yerdə Porsche gedir. İndi biz bu avtomobili sındırmaq fikrimiz yoxdur, amma bax, əli ilə keçəndə gördün nə oldu? İndi seçirik biraz komfortu. Deməli, bu sportdur. Sportda keçir üstündən. Düzdürmü? Görüyorsun. Sportda dostlar kamera hoppandı. Bundan geç. Sportda kamera hoppandı. Çünki maşın necə götürdü? Yerindən möhkəm götürdü. Bunu qoyuruq bura. Bu sport rejimidir. Keçir ikinci rejiminə. Komfort, şasi komfort, şasi sport, sport plus.
Sport Plus. Gedək. Bu başqa məsələ. Sport Plus'u seçəndə əziz dostlar, bizim kameramız yenə uçdu. Yəni yerindən götürmək və güc. Yəni avtomobil kifayət qədər güclü mühərrikə malikdir. 3 motora olmağına baxmayaraq, indi isə soruşa bilərsiniz ki, 100-ə neçə kilometr yeyir. Deməli, istehsalçı, hətta Porsche 911 Carrera və Carrera S-də 100-ə deməli 3 litrlikdə 9-8 deyir. Carrera S-də 7 litr deyir. Deməli, qarışıq siklda adi Carrera'da. Söhbət əgər bu avtomobildən gedirsə, biz avtomobilin mütləq texniki parametrlərinə baxmalıyıq. İstehsalçı deyir ki, şəhər içərisində bu 3000 kub santimetr mühərriklə siz adi rejimdə, sport rejimdə işlətməsəniz, hardasa deməli benzin hardasa 13 litr istifadə edəcək, şəhər siklında 9 litr istifadə edəcək. Yəni bu bizə istehsalçının dediyidir. Bu indi isə gəlin mən bunu yolsuzluqda yoxlayım. Yəni yolsuzluqda necə keçəcək? 4 təkərin 4-ü də çəkir. Burada 4 təkərin 4-ü də çəkir. Yaxşı oldu, elə yağış yağdı. Əsas odur ki, süni maneələri necə keçirik? Daha yumuşaq keçdi, hə? Beş pilləli sürətlər qutusudur. Daha yaxşı keçir. 4-4-də off-road sistemində daha yaxşı keçir. Nəinki digərlərində. Beş pilləli sürətlər qutusudur. Sürətlər qutusunu siz buradan kontrol edə bilirsiniz. Daha sonra deməli bunu sürən adam, kim ki Bakıdan Qubaya gəlir, onun yanacaq sərfiyyatı 100 kilometrə 17 litrdir. Yəqin ki, o sport rejimində gəlib və avtomobili qova-qova gəlib. Sakit rejimdə gəlməyib. O isə yaxşı deyil. Off-road sistemini söndürürəm. Off-roadu söndürən kimi mühərrik özü sönür. Ayağımızı deməli, burada belə bir şey var. Avtomobilin intellektual sistemi var. Bu nədir? Siz uzun müddət dayandıqda bu cür vəziyyətdə mühərrik sönür. Mühərrik söndükdən sonra isə məsələn svetoforda dayanmışsınız. Daha sonra siz ayağınızı əyləcdən çəkəndə avtomobil özü işə düşür və imkan verir ki, siz yanacağa qənaət edəsiniz. Deməli, audio sistemi, nəqliyyat vasitəsində baş verən prosesləri və mühərrik yağı, su falan hamısının qabaq displeydə bax bu kiçik topçuğu oynadaraq görə bilərsiniz. Əlavə olaraq həmçinin siz avtomobilin təkərlərində olan təzyiqi görmək imkanınıza maliksiniz. Məsələn, qabaq sağ təkər 2-4-dür bizdə, qabaq sol 2-3-dür, arxa sol 2-4-dür, arxa sağ 2-5-dir. Mən bilmirəm təzyiqləri niyə görə belə eləyiblər, amma bu cür eləyiblər. Daha sonra bu nə üçündür? Bu telefona səs vermək və ya səs vermək üçündür. Bu deməli dəstəyi asmaq üçün, dəstəyi qaldırmaq, dəstəyi asmaq, geriyə qayıtmaq sistemin özü üçündür. Bu arxa pəncərələr, qabaq deməli işıqlar. Başqa nə var burada? Başqa burada neytral. Era atdıq. Bu arxadır, bu arxa görüntü kamerasıdır. Qabaq görüntü kamerası yoxdur. Qabaq görüntü kamerası yeni Cayenne'lərdə var, Porsche Cayenne'lərdə var. Amma bilmirəm o nə qədər aktual olacaq. İndi yağış şəraitində biz onu sürəndə özümüz görəcəyik. Yəni su, palçıq onun nə qədər praktik edə bilər sürücü üçün. Amma arxada bizim hər iki tərəfə radarımız var. Həm qabağa, həm arxaya. Park assist sistemi var. İstəyirsə bir dənə park assisti yoxlayaq. Bax görürsünüz, mühərrik söndü bizdə. Düzdür. Maşın öz-özünə işə salır. Biz D-yə atan kimi maşın öz-özünə işə düşür. Biz atırıq R-ə.
O, bu ne səsiydi? Baba biz döndükcə fikir ver. Bu da deyir ki dön. Fikir verirsən. Baba düşür o. Ay sağ ol. Biz dönəndə o da bizə dönmə asistent edir ki, bax. Təbii ki biz solumuza baxmalıyıq orada. Necə saxlamaqla bağlı. Sürətlər qutusunda neçənci pilləyə keçib, o da əks olunur. Ona da görəsiz. Sürəti 120-150 sol tərəfdə, amma idman ruhunu göstərmək üçün taxometri tam ortaya qoyublar. Biz uşaq vaxtı elə bilirdik ki, maşın 7 ilə gedir. Sənin avtomobilin bu hər bir dəqiqədə neçə dövr eləməsini göstərişdir. Bax, bir dənə də keçək. Xoşum gəldi. Maşın yumşaqdır, hə Orxan? Maşın yumşaqdır. Maşında səs yoxdur. Yəni, bayırda biz baxmayaraq ki, duman və çiskinli yerdə çəkiliş edirik. Nə səs külək olmasına asılı olmayaraq, biz o səsi eşitmirik. Digər avtomobillərdə biz adətən nə görürük? O, maşın gedəndə altda, asfaltda nə səs var ha? Yəni, torpağın, palçığın, qumun, hansı ki, sizin bu bumpera dəyir. Onları görürük də, yəni onun səsini eşidirik daha doğrusu. Burada mən eşitmədim o səsi. Sən eşidə bilirsən? Sus gəlməlidir, sən nə deyirsən? Bura şey deyir ki, bunker deyir ki, səs tamamilə gəzəsin. Düzdür? Amma var. Biraz var, amma tamamilə də, yəni premium klass bir şey gelir də bu. Yəni dəri örtüyü, oturacağın özü, hazırlanma, üslub, bunların hamısı xüsusi hazırlanıb. Burada maşın gəlib. Keç görək, keç. Əyləci basan kimi mühərrik də dərhal işə düşür. Və biz son olaraq onu deyək ki, bu avtomobil mənim xoşuma gəldi. Əgər mən soruşsanız ki, bu avtomobildən xoşum alardımı, böyüklüyünə görə danışsam, yəni avtomobil böyükdür, rahatdır, daha genişdir və Cayenne alaram. Macan biraz gənc adamların maşınıdır. Yəni mənim yaşım artıq 35-dir, mən də gəncəm, sözüm onda deyil. Bu Nanə xanımın maşınıdır, bilirsiniz, biz onunla bərabər gəlmişdik. Aparıcı Nanənin maşınıdır, tanıyım. Deməli belə, bu avtomobil, yəni Macan, sırf segment olaraq cavanların maşınıdır. Yəni bunu segment olaraq cavanlar üçün seçiblər. Yaş 20-37. Yəni 37-dən sonra artıq biraz fərqli maşın seçməli olacaqsınız. Bu parkingi söndürmək üçündür, lazım deyil. İşıqlardır. Qabaq işıq, diod işıqlardır. Qapı açılandı. İnformasiya. Bu lüktu görürsünüz, bu belə qəşəng bağlayıblar. Özdə tam panoramadır ya bu. İstəyirsiniz açaq. Gözəllik. Eza seycağı mansarı. Gözəllik. Tam panorama dama məxsusdur. Yaxşı da, hə? Elə bil oteldəsən. Bu avtomobil xoşuma gəldi mi? Xoşuma gəldi. Bu avtomobil necə maşındır? Yaxşı maşındır. Bu avtomobilə neçə verə bilərsiniz? 5 verə bilərsiniz. Bu avtomobilin digər xüsusiyyətləri haqqında ətraflı olaraq mən sizə yazdım. YouTube-un öz izahatında, videonun altındakı izahatda qeyd edə bilərəm. Amma mən sizə deyim ki, Porsche-ni almağa dəyər, əgər pulunuz varsa. Bax belə, gələn həftə görüşərik. Qısa da olsa.